Deməli Üstad, izləyicimiz yazır ki, salam, axşamınız xeyir. İnsan öldükdən sonra cəsədə cəza verirlər. Aleykum salam və rəhmətullah. Xeyr, insan öldükdən sonra cəsədə cəza yoxdur. Bəlkə qiyaməti nəzərdə tutsa insan bəli məyad həm ruhanidir, həm cismanidir. O başqa bir məsələdir. Amma məqsədi bərzəxdə olan əzabdırsa, orada bərzəx həyat ki deyirlər, yəni digər sözlə qəbir əzabı ki məşhurdur. Qəbir əzabı, qəbrin sıxmağı rəvayətlərimizdə çox gəlib. Qəbirdən məqsəd həmin bərzəx aləmidir. Yəni hətta bir insanın məsələn zahirdə quruda bəzi insanlar görürsən dənizə düşür, suya düşürlər. Yəni o demək deyil ki, onların qəbir həyatı yoxdur. Onların da qəbir həyatı var. Yəni dini mətnlərimizdə gələndə ki, qəbir əzabı, qəbir həyat deyəndə, yəni bərzəx aləmi nəzərdə tutulur. Bərzəx aləmində də insan ruhudur, bir də oranın özünə görə bir belə desək, buranın özünə görə bir cismi ki var, oranın da özünə görə bir bədəni var. Cism deməyək, bədəni var. Ona misali bədən deyirlər. Bəli, misali bədən. Bu misali bədən indi də var bizdə. Bəzi Allah dostları mümkündür. Hətta indinin özündə bəzən görürsən, övliyaların barəsində gəlir, bəzi peyğəmbərlərin, imamların, bəzi ariflərin eyni zamanda neçə yerdə olurlar. Deyirlər, onlar bir neçə yerdə misali bədən, özdə bir dənə yox, bir neçə misali bədəni insan müdiriyyət edə bilər. İnsanda yəni Allaha yaxınlaşmağın sayəsində bu ruhi qüdrət yaranır. Bəli. Əli Leysan barəsində hədis var da, bir də dedilər ki, dünən gecə məsələn Əli Leysan mənim evimdə idi, o birisi dedi mənim evimdə idi. Belə peyğəmbərimiz dedi, yox, Əli Leysan mənim evimdə idi, Xan Fatimə Zəhra mənim evimdə idi. Mələkə dedilər ki, Əli bir buradaydı, yuxarıdaydı. Məsələn bu hədislər Cabir ibn Cofi, Yəzdi, İmam Muhammed Baqir İslamın şagirdlərinə olub sir. Onun da barəsində var ki, bir dəfə dedilər ki, ağa məsələn dünən gecə əlhəmdülillah şagirdiniz Cabir ibn Yazid Cofi bizim evdə idi, istifadə elədik. O birisi eşidir, deyir, sən nə danışsan? Cabir dünən bizim evdə idi. Beləliklə 70 nəfər deyir Cabir. Sonra imam onu nəhy edir ki, yox bu cür işlər eləmək. Yəni misali bədəni insan ruhi qüdrət sahibi olan bu aləmdə də kontrol edir. İnsanlar ki yuxuda dünyadan köçən adam ki görürlər, ha eyni bu bədənin şəklində görürlər, o misali deyirlər ki bədəndir. Yəni orada o əzab görür. Əzab görən əsl dadan ki ruhdur. Yəni bu aləmdə də, maddi aləmdə də insan ki əzab çəkir, əzab çəkən nədir? Cism deyil ki, ruhdur. Ruh olmasa cismin heç nə təsir eləmir. Olur cəsəd aparıb dəfn edirlər. O ruhdur. Sadəcə orada, o aləmdə ruh nəyin vasitəsindən o yaxşılığı və o əzabı nə ilə dadır? Misali bədənin vasitəsindən dadır. Bəli, o cür. Həqiqətən də o cür Üstad. Baxsan ki, o insan deyir, ruhsuz üzvlər, məsələn, saçdır, nə bilim, insan dırnağıdır, ruh yoxdur deyə, bura nə qədər istəsən də əzab verəsən, yəni mümkündür də ağrı hiss edilmir. O hiss eləyən hissələr insanın ruhu olan üzvlərdir. Çox gözəl qeyd etdiniz.